Salam əziz tələbələr. Bu videomuzda sizlərə son dövlət qulluğu və magistr imtahanlarında tez-tez qarşımıza çıxan üçbucaqları saymaqla bağlı bu sual tipinin asan həll yolunu izah edəcəm. Əslində üçbucaqları saymaqla bağlı sual tipləri çoxdur, təkcə bu deyil. Amma son imtahanlarda əsas bax belə suallar qabağımıza çıxır deyə bu videoda sırf bu sualın asan yolunu izah edəcəm. Yəni çox adam bunu imtahanlarda çox uzun və çətin yolla edir. Plus təhlükəli yolla, hansı ki bunları tək-tək gözəyarı saymaq, ya məsələn nömrələyib müəyyən hissələri birləşdirib əmələ gələn üçbucaqları götürmək. Belə yollarla cavab ala bilərik. Amma həm vaxtımız çox gedir, həm də variantlar çox yaxındır. Arada hansısa bir üçbucaq gözündən qaçır. Hələ bu daha asan sualdır. İndi ikinci izah edəcəyim sual bizdən daha mürəkkəb sual olacaq və hansısa bir üçbucaq gözündən qaçır və variantlar da yaxın olduğu üçün cavabı səhv tapırsan. Amma indi izah edəcəyim yolla bu sual tiplərini imtahanda həm saniyələr ərzində həll edə bilərsiniz, həm də garanti düzgün cavab alarsınız. Yəni səhv eləmə ehtimalınız demək olar ki, sıfıra bərabər olar. Yaxşı, nədir bu həll yolu? Gəlin baxaq. Əvvəla bax bu suallarda bir yuxarıdan aşağı gedən xəttlər olur. Yəni şaquli, mayli, fərq yoxdur. Sonra yuxarıdan aşağı doğru gələn xəttlər. Bax belə xəttlər. Bir də üfüqi xəttlər olur. Bax bu şəkildə üfüqi gələn xəttlər. Biz nə edirik? Bax, üfüqi xəttlərin üzərində olan nöqtələrə baxmayın. Hansı ki, üfüqi xəttlərin bax, bu kəsişdiyi nöqtələr. Onlara baxmayın. Qalan nöqtələri qeyd edin. Bax, fikir verin. Üfüqi xəttlərlə kəsişməyən nöqtələri qeyd edirik. Biri, bax, budur, bu nöqtə. Biri budur, digəri də budur. 3 dənə nöqtə var ki, bu üfüqi xəttlərlə kəsişməyib. Bax, digər kəsişmə nöqtələri hansı üfüqi xəttlərlə kəsişib, görürsünüz? Onlara dəymirik. Ancaq bu üfüqi xəttlərlə heç kəsişməyən nöqtələri kəsişmə nöqtələrinə qeyd edirik. 3 dənədir. İndi bu üçü vurursunuz. Neçə dənə üfüqi xətt var? 1, 2, 3. 3 dənə. Vurursunuz 3-ə. Və son. Deyirsiniz ki, burada 9 dənə üçbucaq var. Bu qədər saydır. Cavabı götürürsünüz. İndi daha çətin suallarda da bunu isbat edəcəyik. Amma istəyirsiniz bir dənə bu sualda tək-tək üçbucaqları göstərin, o 9 dənə üçbucaq. Baxaq görək həqiqətən 9 dənədir. Gəlin baxaq. Bax, məsələn, bu nöqtədən fikir verin, 2 dənə şüa çıxır da. Bax, biri, bax, təkcə bu nöqtədən. Bax, biri budur, görürsünüz, biri də budur. Bax, bu şüanı hər kəsən xəttə görə bir dənə üçbucaq əmələ gəlir. Bax, biri budur, bax, bir üçbucaq. İkinci üçbucaq, bax, bunu götürsək bu dəfə, bu kəsən xəttdir. Bax, ikinci üçbucaq budur, görürsünüz, üçbucaqdır da. Və üçüncü üçbucaq da bunu götürsək, bax, belə böyük, budur. Həqiqətən də bu nöqtədən, görürsünüz, əgər bu nöqtədən çıxan bu 2 şüa 3 dənə xətt tərəfindən kəsilibsə, 3 dənə üçbucaq əmələ gələcək də və ortada 3 xətt olduğu üçün elə bu 3 xəttin hər biri bu nöqtələrdən çıxan şüaları kəsdiyi üçün elə 3 dənə nöqtənin hər birisindən 3 dənə üçbucaq əmələ gələcək. Və bundan olan 3 üçbucağı saydıq. İstəyirsiniz bundan baxaq. Bax, biri budur, düzdür, üçbucaq. Digəri bax bu üçbucaqdır. Digəri də bax bu uzun xətti götürsək, bax ta bu hissəyə kimi bu üçbucaqdır. Və eyni zamanda bu nöqtədən çıxan xəttləri saysaq, bax bu ortadakı nöqtədən. Və bundan çıxan şüalar, bax belə çıxan şüa var, bir də belə. Bax birini bu xətt kəsib, bir üçbucaq, bax bu. Birini bu xətt kəsib, ikinci üçbucaq. Bax bir də bu. Bu da üçüncü üçbucaq. 3 dənə üçbucaq əmələ gəldi, bəli. Yəni bir sözlə hər nöqtədən çıxan şüaları əgər 3 dənə xətt kəsibsə, deməli hər nöqtədən 3 dənə üçbucaq əmələ gələcək. 3 dənə nöqtə 3-ə vursan, eləyir 9. İndi gəlin bir dənə daha çətin sualda bunu tətbiq edək. Bax, məsələn, bu sual gözəyarı saymaq üçün çox təhlükəli sualdır. Niyə? Çünki bunu gözəyarı sayanda, yəni məsələn deyirsən ki, bax bir üçbucaq bu, hə, ikincisi məsələn bu böyük üçbucaq falan, hamısını saysan, amma arada hansısa üçbucaq elə qəşəng gizlənib ki, o sənin gözündən qaçır. Məsələn, bax bu sualda çox vaxt axırda gəlib bax bu üçbucağı gözdən qaçırırlar. Bax bu. Çünki elə yerdə gizlənib ki, elə ortalarda bir yerdədir ki, o sənin gözündən, deyəndən sonra görürsən, amma gözündən qaçır sayanda. Ona görə də bu sualları tək-tək saymaq həqiqətən imtahanda çox təhlükəlidir. İndi gəlin bunu dediyim qayda ilə sayaq. Neçə dənə üfüqi xətt var? 2 dənə, düzdür? Deməli 2-yə vuracağıq, bunu artıq bildik. İndi bax bu üfüqi xəttlərin üzərində olmayan nöqtələri qeyd edək. Bax, yaşılla qeyd edəcəm. Biri budur, bu nöqtə. Digəri bu nöqtədir. Biri budur, biri budur, biri də budur. Baxın, həqiqətən 5 dənə nöqtə var ki, o üfüqi xəttlərlə kəsişməyib. Görürsünüz, bax. Qalan nöqtələr, bax, bunlar hamısı kəsişmə nöqtələri.
O üfüqi xəttlərlə kəsişən nöqtələrdir. Yalnız bu 5-i üfüqi xəttlərlə kəsişməyib. Və neçə dənə üfüqi xətt var? 2 dənə. Deməli, biz 5 dənə nöqtə var idi. 5-i vurmalıyıq üfüqi xəttlərin sayına 2-yə. 10 dənə üçbucaq var burada. Və salam. Yəni imtahanda bu qaydanı bildinsə, bunu saniyələr ərzində taparsan. Nəinki gözəyarı üçbucaqları sayıb həm nə isə gözdən qaçırtmaq, həm də xeyli vaxtın getməyi. Bu qayda ilə çox tez həll etmək olur. Deməli, bunun da cavabı oldu 10 dənə. Tək-tək diqqət edib saysaq, həqiqətən də 10 dənə çıxacaq. Və bunu istəyirəm bir də yenə bax gözəyarı göstərim sizə. Bax, məsələn, bu nöqtədən 2 dənə şüa çıxıb. Baxın, bir bu xəttə görə üçbucağım ilə gəlir, bir də bu xəttə görə. Bu nöqtədən 2 üçbucağım ilə gəldi. Məsələn, bax, istəyirsiniz bu nöqtəni göstərim sizə. Bax, bu nöqtədən. 2 dənə şüa çıxmayıb. Bu kəsən xəttə görə, bax, bu 2 şüaya baxın. Bax, bu kəsən xəttə görə bir üçbucağım ilə gələcək. Bu kəsən xəttə görə də bir üçbucaq. Yəni, bu açıqlamasıdır ya. Yəni, nöqtədən çıxan hər 2 şüanı 2 xətt kəsir. Və bu halda hər nöqtədən deməli 2 dənə üçbucaq əmələ gələcək də məntiqdən. 5 dənə nöqtə varsa, 5-i 2-yə vursan, olur sənə 10 dənə üçbucaq. Bu qədər əziz tələbələr, bu da oldu üçbucaqları saymaq suallarının asan həll qaydası. Ümid edirəm ki, artıq imtahanda o suallardan qabağınıza çıxsa, asan şəkildə sualı həll edə bilərsiniz. Və ümumilikdə məntiqi sistemli şəkildə öyrənmək istəyirsinizsə, bütün mövzuların asan həll yollarını imtahanda tez tapmaq üçün asan yolları bilmək istəyirsinizsə, aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlayıb dərslərimizə qoşula bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.